Böyük oyun gəlir, yəni sabah Neftin böyük oyun gözləyir, Xəzər Lənkəranın. Neftçi Ultra Aslan oyuna necə hazırlıq görür? Yəni fan klub bu oyuna yüksək səviyyədə hazırlaşır. Bizim dünyanın bu gün iclasımız olub. Bizə ayrılacaq yer namzud olacaq. Alışış tərəfindən az olmayacaq. Bizə neftçi ayrılan alışış sayı namzud olacaq, gözlənilir, olur. Belə də yəni banerlərimiz olacaq, Neftin bayraqlarına, Azərbaycan bayraqlarına, böyük oyunlara yaraşır oynayacaq. Bəs Ultra Neftçi nə kimi yeniliklər, yəni tribunalarda? Yenilik təsirimizdən yenidir, həmişə işbərlərimiz, həmişə dəstəyimiz. Yəni, komandamız 90 dəqiqə dəstəkləyəcək, inanırıq ki, böyük oyun, böyük komandasıdır, Neftçidir, Neftçi də qalib edəcək. Yəni, biz komandamız inanırıq. Komandamız Lənkəranın məğlub edəcək gücdədir. Nəzərə alaq ki, yəni 3-4 gündən sonra ayın 20-sində Neftçinin Avropa Liqasında ilk oyunu Partizanla səfər oyunu gözləyir. Səncə komanda iki cəhbədə mübarizə aparmaq gücündədirmi hazırda? Yəni, kağız üzərində yox. Ancaq belə baxanda bizim ehtiyat oyunçular skamerasında 21 yaşlı və Azərbaycanın yaxşı yığmalarında oynayan 19-lər, 20-lər, 13-lərdir. Mən elə gəlir, yola vermək olar. Yəni, bu heyətlərin əsas odur ki, zədə olmasın, Allah'ın ki, mənə zədə olmaz və biz qışa kimi heyətlə devam edə bilərik. Belə Ceyhun qarşısında belə bir iki seçimimiz olursa, Xəzər Lənkəranı vurmaq, yoxsa Partizanı daha önəmli sənin üçün nədir? Belə birincisi, hər ikisi də udmaq önəmlidir. Yəni, qaldı ki, belə seçim eləməyə, yəni seçim, əsas, ümumiyyətlə, komandanın seçimi sizə olmalıdır. Hansı komandanın bu gün olursa da, onu məğlub etməlidir. Yəni, mən inanıram ki, böyük olacaq, Xəzər Lənkəran oyunu ciddi yanaşar. Yəni, bizə mütləq çempion olmaq üçün rəqibimizdən xal almaq lazımdır. Mənim üçün şəxsən Xəzər Lənkəran udmaq mənim önəmlidir. Komandanı onu istəyərdim ki, Partizan yox, Xəzər Lənkəran məğlub. Bəs, deyək ki, qarşı cəhbədə Lənkəran azı son olaraq sözün nədir? Sözüm nədir? Xoş gəlirlər, şamancı olurlar, necə deyəm, xoş gəlirlər, gəlib oylarına bax, necə deyəm? Belə deyək, ən önəmli belə deyək ki, üzrə çıxan şuar nə olacaq, yeni şuar? Belə yeni, səmi deyirəm, bizim fanklub adına deyirəm, bizim yeni şuarımız olmayacaq. Adi şuarlardır, yeni şuarımız olmayacaq. Böyük bir risk oyuncuda təhqir edilməyəcək.